Salam dostlar, mən Şahla İsmailova. Bu günləri sizləri onlayn mağazamdan salamlayıram və sizlərə sevimli məhsulları və yeniliklərimizi təqdim edirəm. Hər birinizdə xoş izləmələr diləyirəm. İlk öncə keçirik sevimli məhsullarıma. Soyunq seriyasından olan rəngli və bəyaz paltarlar üçün nəzərdə tutulmuş belə bir ləkə çıxarıcımızdır. Çox gözəl paltarlarda olan ləkələri, kirləri anında çıxardır və paltarlarınızı qoruyur. Digər məhsulumuz isə vanna otağının təmizliyi üçün nəzərdə tutulmuş belə bir gel vasitədir. Növbəti məhsullarımız isə eyni qoxuya malik olan belə bir qablar üçün yuyucu gelimizdir və paltarlar üçün konsantre yumuşaldıcı belə bir vasitəmizdir. Çox gözəl qoxusu var bu vasitələrin. Mütləq ki, əgər almamısınızsa alıb sınayın. Çox razı qalacaqsınız, çox da bəyənəcəksiniz. Digər məhsulumuz isə soda effektli yenə də belə bir qab yuma gelidir. Bu məhsulları, qab yuma gellərini, körpə uşaqların əşyalarını və qablarını da yumaqda rahatlıqla istifadə edə bilərsiniz. Növbəti məhsulumuz isə belə bir maye sabunlardır. Çox sevərək istifadə edirəm. Əldə olan soğan, sarımsaq və yaxud da digər qoxuları, balıq qoxusunu çox gözəl şəkildə təmizləyir və xoş ətir verir və həmçinin də əllərinizi yumşaq edir. Növbəti məhsulumuz isə Expert seriyasından olan belə bir kəpək əleyhinə şampundur. Bu bizim sevimli məhsullarımızdan biridir. Növbəti məhsulumuz isə Lakrem seriyasından olan şaftalı qoxulu. Şaftalı qoxusunu sevənlər üçün ideal bir seçim olar. Alıb istifadə edə bilərsiniz. Dərini əsla və əsla qurutmur. Yumuşaq effekti ilə dərini zərif şəkildə təmizləyir və xoş ətir verir. İndi isə keçirik yeniliklərimizə. Bu bizim Soyunq seriyasından olan belə bir deməli kanalizasiya xətlərini, boruları, tıxanıqları açmaq üçün ideal bir vasitəmizdir. Sizə təqdim etmək istəyirəm. Kataloqda da göstərmək istəyirəm. Baxın, bu vasitəmizdən söhbət gedir. Deməli, dərin effektiv təmizləmək üçün aktiv köpük vasitədir. Bu əlimdə gördüyünüz məhsulumuz. Drenaj səthləri tez və yumuşaq şəkildə təmizləyir, kir yığılmasının qarşısını alır, xoşagəlməz qoxuları və kifi aradan qaldırır, təravət verir, bütün boru növləri üçün tövsiyə olunur. Yalnızca bunu deməli unitaz üçün istifadə etmək olmaz. Drenaj və boruların profilaktik təmizləməsi üçün çox gözəl köpük vasitədir. İnşallah bunu sınadıqda sizin üçün video hazırlayıb çəkəcəm və siz də necə istifadə etmək lazım olduğunu görəcəksiniz. Baxın, bu hissədə belə bir ox işarəsi var. Lux sözü yazılanda tutduqda bağlı sayılır. Open yazısında saxladıqda isə açıq sayılır. Biz hələlik bunu bağlayırıq. İstifadə zamanı sizə videosunu hazırlayıb inşallah təqdim edəcəm. Növbəti məhsulumuz isə belə bir sabunumuzdur. Keçən videolarımda sizə bunun başqa bir rəngini təqdim etmişdim. Bunun da çox zərif qoxusu var, gül qoxusu verir. Bunu da inanıram ki, çox bəyənərək alıb istifadə edəcəksiniz. Hələ bu bəzəyi vəbşi aləmdir də, çox bəyənirəm. Deməli, sonra növbəti məhsulumuzu isə sizlərə göstərmək istəyirəm. Kataloq üzərində göstərib, sonra isə davam edəcəm inşallah ki. Baxın. Belə bir Royal B seriyasından olan kapsulalarımızdır. Hansı ki, qızıl və skvallan kombinasiyası dərinin qoruyucu bariyerini möhkəmləndirir, tonusunu yaxşılaşdırır və qırışları azaldır. Propolis antioksidant təsir göstərir, dərini daha nəmləndirilmiş, yumuşaq və elastik edir. Öz üçün kapsulalarda krem zərdab 30 kapsuladan ibarətdir. Dərini intensiv şəkildə bərpa edir, qırışların yaranmasının və elastikliyinin itirilməsinin qarşısını alır və təbii parlaqlıq, bərabər ton bəxş edir. İndi isə gəlin birlikdə məhsulumuzu açaq və baxaq. Xatırladım ki, əgər sizdə bala qarşı hər hansı bir həssaslıq varsa, Royal B seriyasını almazdan öncə və yaxud sifariş etməzdən öncə qarşı tərəfə məlumat verəsiniz ki, sonra narazılıq yaranmasın. Deməli, belə açılırmış. Baxın, belə bir qablaşmaya sahibdir. Çox gözəl görsənir. Balıq formasındadır sanki. Deməli, bunu belə açırıq. Bir ədədini yoxlamaq üçün sizə göstərmək istəyirəm. Baxın, bu formadadır. İndi isə açaq və birlikdə
teksturasına baxaq. Yəni kapsulun kiçik olmasına baxmayaraq dop doludur deyərdim içi. Çünki baxın bu qədər miqdarı hər gün özünüzə tətbiq etdikdə çox gözəl effekt görmüş olacaqsınız. Bilirsiniz hansı hissi verir? Sanki belə skuşon olur, qatılaşdırılmış süt. Onun hissini verir. Sanki əlinizin üstünə onu vurulmuşsunuz kimi bir his verir. Amma yapışqanlıq yoxdur qətiyyən. Sadəcə elə bir o hissi verir insana. Baxın. Çox gözəldir. Çox bəyəndim. Yumuşaq edir əlləri. Bu əl üçün deyil təbii ki. Amma yenə də əllərimizi də gözəlləşdirmək hər zaman lazımdır. Və eyni zamanda belə qablaşmada olması bizim üçün plusdur. Səyahət edərkən bu qablaşmanı sadəcə atırsınız çantanıza rahat bir şəkildə və səyahət etdiyiniz zaman bu vasitədən istifadə etmiş olursunuz. Keçirik növbəti məhsulumuza, növbəti yeniliyimizə. Deməli bizim növbəti yeniliklərimiz. Baxın, bu duş geli, krem, bədən spreyi fərqli-fərqlidir. Biri yasəmən qoxuludur, biri piyon qoxuludur, biri kamelya qoxuludur. Təəssüf ki, bunları sifariş verərkən bunun yasəmən qoxulusunun bədən spreyi bitmişdir. Ona görə də sifariş verə bilmədim. Amma bu duş gelindən o dərəcədə də yasəmənin qoxusunu hiss eləyə bilmədim. Deməli bir də bunun saç üçün şampunu var. 4 dəstdən ibarətdir. Baxın, burada göstərim. Deməli duş geli, saç üçün şampun, balzam ikisi bir arada, əl üçün krem, üz, bədən və saçlar üçün belə bir spreydir. Baxın. Bu formada satılır. Yalnız mən duş gelidir, bədən spreyidir, bir də əl kremini istifadə etdiyim üçün çox, yəni saç üçün başqa şampunlardan istifadə etdiyim üçün saç üçün şampunu almadım. İndi isə gəlin bunun qoxusuna baxaq. Deməli bu duş gelimizin qoxusu əladır. Şirin notları var, amma insana belə narahat edəcək dərəcədə şirin deyil. Belə xoş hava verir insana. Çox gözəl qoxusu var. Bunun qoxusunu bəyəndim. Amma yasəmən qoxuldan, yasəmənin qoxusu gəlmir o dərəcədə. Hiss etmədim yəni. Sonra keçirik bunun bədən üçün olan spreyinə. Bunun da qoxusu aləm, super. Çox bəyəndim. Yəni mütləq alın. Bu dəsti çox bəyəndim. Digər duş gelinin də qoxusuna baxmaq istəyirəm. Bunun qoxusu sərindir. Hardasa bu sabunun qoxusunu verir. Demək ki, bunların hər ikisi eynidir. Yox, bu çeridir, bu piyondur. Amma qoxuları oxşardır hardasa. Sərin elə bir gül qoxusu verir. Bu amma şirinlə qarışıq gül qoxusu verir. Şirini sevənlər üçün bu tövsiyə olunur. Sərin qoxular sevənlər üçün isə piyon qoxulu dəstimiz tövsiyə olunur. İndi isə baxıram buna. Super. Çox sevdim. Çox bəyəndim. İndi isə kremlərinə baxaq. Deməli, kremlərimiz bu formada bağlıdır. Buradan bir açırıq. Və teksturanı sizə göstərim. Ağ rəngdədir. Baxın. Çox yüngül teksturası var. Qətiyyən, yəni yağlılıq hissi vermir. Çox qəşəngdir. Digər kremləri o bir əlimdə istifadə edəcəm. Baxın, bu da yenə belə bu formada bağlıdır. Yenə açıram bunu belə. Yenə ağ rəngdə teksturalıdır. Çox qəşəngdir. Yəni qətiyyən yapışqanlıq, yağlılıq hissi vermir. Və indi də qoxuları da eyni elə duş gellərində olduğu kimi. Çox qəşəngdir. İndi isə yasəmənin qoxusuna baxmaq istəyirəm, görüm. Duş gelində o yasəmən qoxusunu hiss etmədim. Kremdə hiss edəcəm, yoxsa yox. Yox, kremdə də hiss etmədim. Nəysə. Amma yəni tekstur olaraq, tərkib olaraq çox bəyəndim, çox qəşəngdirlər. Bu yasəmən qoxusu verməsə də başqa bir qoxu verir, amma xoşa gələn bir qoxudur. Yasəmənin qoxusunu o dərəcədə hiss etmədim. Amma çox qəşəng qoxusu var.
Üzərində yasəmən qoxusu göstərilir, amma yasəmən qoxusu o dərəcədə hiss olunmur. Zəif hiss olunur. Çox zəif hiss olunur. Digər məhsullarımıza keçid etmək istəyirəm. Deməli, növbəti məhsulumuz isə Aromia seriyasından olan belə bir maye sabunumuzdur. Bunun da qoxusuna baxın və sizlərə bildirim. Bunun da qoxusu superdir. Çox gözəl qoxusu var. Yaşıl çay və limon qoxusu verir. İkisinin qarışımıdır. Bunu da alıb istifadə edin. Mən ilk dəfədə alıram. İnşallah ki, fikrimi növbəti videolarda sizinlə bölüşəcəm. Növbəti keçirik digər məhsullarımıza. Deməli, bizim ekspert seriyasından olan məhsullarımızdır. Biraz belə qoyum ki, yadımdan çıxmasın. Çünki bəzən yadımdan çıxır. Deməli, Story d'Amour seriyasından olan belə bir bədən talkı var. Nə üçündür bu? Bunu da sizlərlə bölüşüm. Deməli, məhsulumuz. Bir dəqiqə sizə kataloqda göstərmək istəyirəm. Bir dəqiqə. Ciddilər bunlar haralara belə. Deməli, İstəyirəm sizə bu talk haqqında ətraflı məlumat verim. Onun üçün də kataloqda axtarmalıyam ki, sizə geniş bir məlumat verə bilim. Deməli, aha, tapdım. Buradaymış. Deməli, artıq nəmi dəriyə hopdurur, dəriyə zərif parlaqlıq bəxş edir və cazibədar ətir bəxş edir. İstifadə qaydası isə çox asandır. Az miqdarda talkı ovcunuza çəkin və təmiz quru bədən dərisini üzərinə bərabər şəkildə yayaraq deməli, məhsulun keyfiyyətini, ətrini və təravətini hiss etmiş olun. Gəlin birlikdə sınayaq məhsulumuzu. Deməli, açırıq. Aha. Baxın, belə bir qablaşmadır. Az miqdarda. Qoxusu, bütün hamısının qoxusunu qarışdırdım. İstəyirəm bu hissədə yoxlayım, qoxusunu bilmək üçün. Qoxusu superdir. Artıq qolumda istifadə etdikdən sonra qoxusunun həqiqətən də möhtəşəm olduğunu deyərdim sizə. Çox gözəldir. Mütləq alın, istifadə edin. Kimlər ki bu məhsullardan, bədən üçün talklardan alıb istifadə edirsə, bunu istifadə etdikdən sonra digər məhsulları istifadə etməyəcək. Sizə əminliklə deyirəm. Növbəti məhsulumuz isə Aysel seriyasından olan belə bir məhsulumuzdur. Belə bir üz üçün dərini təmizləmək üçün enzimli kirşanımızdır. Deməli, az miqdarda bundan da ovcumuza əlavə edirik və su ilə qarışdırıb üz dərisini zərif bir şəkildə təmizləyirik. Baxın, bu da belə bu formada bağlanılmışdır. Bunu da göstərim sizə. Baxın, belə bir toz halındadır. İstəyirəm bunu su ilə qarışdırıb sizə göstərim. Deməli, su ilə qarışdırmaq istəyirəm. Baxın, su ilə qarışdırdıqda belə köpük halına gəlir və dərinizi çox gözəl bir şəkildə təmizləyir. Deməli, əgər istifadə edirsinizsə, üz üçün enzimli kirşanlardan Aysel seriyası çox super və möhtəşəm bir seriyadır. Yəni bunun bütün məhsulları, Aysel seriyasının bütün məhsulları möhtəşəm və superdir. Alanlar çox razıdır və mən də həmçinin çox bəyənirəm və çox sevərək istifadə edirəm bu seriyanın məhsullarını. Digər məhsullarımız isə sizə ilk öncə bu dodaq boyalarımı təqdim etmək istəyirəm, hansı ki balaca qızımın əlindən sağ olsun istifadə etmək mümkün olmur. Hər dəfə alıram.
kosmetiçkama qoyuram ki, istifadə edim. Mən istifadə etmədən bir də görürəm ki, artıq dodaq boyam yoxdur, yoxa çıxıbdır. Baxın, çox gözəl teksturaya malikdir, çox gözəl rəngi var. Çox sevirəm bu dodaq boyalarını. Cəmi 3-cü dəfədə alıram, düzdür, amma cəmi bir dəfə istifadə etmişəm özüm. Dediyim kimi, digər ikisini istifadə etmək qismət olmayıbdır. Dodaq boyasını götürür, belənsinə açır, sonra da qapağı qoyur içinə. Dodaq boyası əzilmiş halda qapağın içində qalır. Baxın, bu rəngi də çox gözəldir. Təbii və ya belə dodaqdan seçilməyəcək rənglər, dodağın rəngindən seçilməyəcək rəngləri sevənlər üçün möhtəşəm və ideal seçimdir. Baxın, tərkibində də belə parıltıları var. Çox sevirəm bu rəngləri. Əgər bu günə qədər almamısınızsa, mütləq alıb istifadə edin. Dodaqlarınızda olan quruluğu dərhal aradan qaldırır və çox gözəl parlaqlıq və yumuşaqlıq verir. Həmçinin də dodaq dərisini qidalandırır. İndi isə keçirik növbəti məhsullarımıza, yeniliyimizə. Deməli, Hyaluronic seriyasından olan belə bir kremimizdir. Hansı ki, bu kremi həm baza kimi istifadə edə bilərsiniz, həm də ki, SPF effektinə malik olduğu üçün deməli qidalandırıcı krem kimi də istifadə edə bilərsiniz. Nazik örtücülüyü sevənlər üçün də ideal seçim ola bilər. Gəlin bunu birlikdə istifadə edək, sınaqdan keçirək. Baxın, belə bir qablaşmadır. Ağızda bu formada bağlıdır. İstəyirəm sizə göstəreyim. Aha. Çox gözəldir. Nəmləndiriciliyi superdir vəbşi. Baxın. Dəridə belə qətiyyən ağırlıq hissi vermir. Çox gözəldir, mükəmməldir. Yəni mütləq bu məhsuldan alın, istifadə edin. Qablaşması da bir başqa aləmdir də. Super bir məhsuldur. Digər məhsulumuz isə yenə də həmin seriyadan olan belə bir dodaqlar üçün Hilarion turşusu ilə parıltı yağdır. 5 mm həcmə malikdir. Qələm, tint və ya dodaq boyasının üzərindən həmçinin müstəqil vasitə kimi, yəni qələm dodaq boyası vurmadan belə bu məhsulu dodaqlarınıza çəkərək həm dodaqlarınıza qulluq etmiş olacaqsınız, həm də gözəl, hafif parıltı vermiş olacaq. Gəlin bunu da birlikdə açaq və məhsulumuza baxaq. Qablaşmalar o qədər gözəl paketlənir ki, valla açmaqda belə insan çətinlik çəkir. Ona görə də mən tez qaçıram. Bunu açmaq üçün hər zaman nəsə bir kəsici vasitədən istifadə edirəm, kəsici alətlərdən istifadə edirəm ki, rahat aça bilim. Çünki qablaşma dəhşətli dərəcədə mükəmməl bir qablaşmaya sahibdir. Təsəvvür edin, paketi açdıqdan sonra da yenə də açılmır. Yəni bunu buradan açmaq lazımdır ki, sonra məhsulun tərkibinə, teksturasına baxa biləsik. Yəni bunu heç kim açıb istifadə edib, yəni yenidən satış edə bilməz. Belə deyim sizə. Çox gözəl boyutdadır. Baxın, çox mini-minnoş. Parlaqlığı da çox aləm, super. Belə deyim də, zərlər olduğunu desəm, yox, zərlər yoxdur, amma çox qəşəng parlaqlığı var. Mütləq və mütləq bu dəstdən alınsın, mütləq. Yəni hər kəsə tövsiyə edirəm. Çox bəyənəcəyiniz bir məhsul olacaq. İnanın mənə, çox möhtəşəm məhsullardır. Digər məhsulumuz isə Expert seriyasından olan yeniliyimizdir. Hansı ki, üzdə olan qırışları bərpa edir. Üzdə olan ləkələri aradan qaldırır. Bir dəqiqə. Deməli, mən sizə bunu da göstəreyim. Məhsulumuz çox möhtəşəmdir. İstəyirəm ki, sizə dəqiqliyi ilə məlumat verim. Ona görə də kataloqdan göstərmək istəyirəm məhsulumu sizlərə. Çox seviləcək bir məhsuldur, belə deyərdim. Aha, tapdım. Baxın, bu məhsullardan söhbət gedir. Deməli, görünən qocalma əlamətlərinin azaldılması üçün belə bir üçlü dəstimizdir. Ani nəmləndirmə və antiyaşlanma effekti verir dəriyə. Üz üçün zərdab, kollagen, tripeptid 2% plus C vitamini ilə zənginləşdirilmiş 30 mm həcmə malikdir.
və tərkibində 3% aloe və hilarion turşusu var. Bu məhsulu istifadə etdikdə matlaşdırma və dəri tonunun bərabərləşdirilməsi üçün ideal bir seçim olacaqdır sizin üçün. İndi isə keçirik məhsulumuzu təqdim etməyə. Deməli, baxın, belə bir məhsulumuzdur. Belə bir qablaşmaya malikdir. Baxın, bu bizim serumumuzdur. Çox möhtəşəmdir. Çox sevdim. Çox bəyəndim. Ay, necə gözəl qoxusu var. Super. Bir dəqiqə. Baxın, möhtəşəm. Qoxusu aləm. Super. Mən deyərdim ki, bundan Yasəmən qoxusu gəlir. Yəni, çox gözəl, möhtəşəm bir qoxuya malikdir. Digər məhsulumuz isə növbəti ekspert seriyasından olan yenə də belə bir vasitəmizdir öz üçün. Deməli, C vitaminli zərdabdır bu. Bəli, bu bizim C vitaminli zərdabımızdır. Baxın, hamısı belə şəffaf teksturaya malikdir. Çox gözəl. Super. Bəyəndim. Çox bəyəndim. Bu isə bizim aloe veralı, qidalandırıcı, aloe veralı və hilarion turşulu qidalandırıcı zərdabımızdır. Baxın, eyni teksturalı, lakin fərqli işləri birlikdə görən bu üçlü, üç bacı deyərdim, dəstini mütləq və mütləq alıb sınayın. Çox bəyənəcəyiniz bir vasitəyə çevriləcək. Çünki həqiqətən də möhtəşəmdir. Yəni, digər bütün baxım vasitələrindən çox fərqlənir. Çox qeyri-adi bir teksturası var. Çox gözəl dəriyə qulluq edir. Əllərimdəki fərqə baxın. Baxın, buna ekspert seriyasından olan məhsul vurmuşam. Çox gözəl edib. Yəni, baxın da əldə olan fərqliliyi necə də gözəl edir dərinə. Ona görə də mütləq alın, sınayın. Digər məhsulumuz isə belə bir ətirlərin, deməli, yeni ətirlərimiz vardı. Mən bu ətirlərin özünü almadım. İstədim ki, ilk öncə qoxularına baxım, sonra növbəti dəfə, əgər bəyənsəm qoxularını, növbəti dəfə ətirin özünü alım. Çünki qarağat qoxuludur qadınlar üçün olan ətirimiz. Mən də qarağat qoxusunu elə də sevmədiyim üçün istədim ki, ilk öncə sınaq nümunəsinə baxım, sonra ətirin özünü alım. Amma ətirin çox gözəl qablaşması var, onu deyərdim mən sizə, çox qəşəngdir, çox şirin görünüşə malikdir. Əgər qarağat qoxusunu sevirsinizsə, baxın, necə də gözəldir. Poliətirimizi mütləq və mütləq alın, sınayın. Əgər təbii ki, qarağat və böyükgən qoxularını sevirsinizsə. Deməli, bizim sınaq nümunəmizdir. Baxın, bu formadadır. Belə qoxusu boğucu gəlmir o qədər mənə. Amma yenə də olsun, qarağat qoxusu var deyənə, mən elə də sevmirəm qarağatın qoxusunu. Əgər sevənlər varsa, alıb istifadə edə bilər. Görünüşü də superdir. Yəni, qarşıdan da bayramlar gəlir, bildiyiniz kimi. Bu məhsulu alıb, bu ətiri alıb, özünüz də istifadə edə bilərsiniz, öz yaxınlarınıza da hədiyyə kimi verə bilərsiniz. Digər məhsulumuzu isə bəylər üçün olan Agualon ətiridir. Agualon ətirini də sizlərə göstərmək istəyirəm. Deməli, Agualon ətrini də göstərim sizlərə. Deməli, bu bizim Agualon ətirimizdir. Minerallar, jenşen və manituriya qozu ilə üst notları qarışıq bir qoxuya malikdir. Buna da baxaq. Bunun qoxusu qəşəngdir.
Yəni sərin qoxulardan xoşum gəlir. Bu da hardasa o notlar verir. Yəni əgər istəsəz, siz də bu notları sevirsinizsə, istər qarağat qoxusunu, istər sərin qoxuları sevirsinizsə, bu ətirlərdən Aqualon və Poli ətrindən alıb istifadə edə bilərsiniz. Beləliklə bu günlük bu qədər. Təqdimatımda olan məhsullarım bitdi. Növbəti videolarımda görüşmək ümidi ilə. Əgər videolarımı bəyənirsinizsə, kanalıma abunə olmağı unutmayın. Videolarımı like edib və şərh bölməsində öz fikirlərinizi mənimlə bölüşməyi unutmursunuz. İnşallah ki, çox sağ olun. İzlədiyiniz üçün, dəyər verdiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarımda görüşmək ümidi ilə. Hələlik.